Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Bu baharın güzel, təravətli havasında, yağmur havasında siz əziz yoldaşlara salam ərz edirəm. Allah'tan hamıya can sağlığı istəyirəm. Biz bu cələsədə bəhslərimiz neçə bölüm olacaqdır. Bir dənəsi xanımların birisi geçən cələsədə bir dənə sual soruşmuşdular. İrfanla fəlsəfənin ya elmin bunların nə fərqləri var? Biz bir dənə o suala istəyirik cavab verək. İkinci mövzu ki aparacaq qabağa həmin o milli irfanımız, Türk müsəlmanların milli irfanının qaynaqlarından ki, usturələr idilər, şaman düşüncəsi idi, ondan bir azaraq sizə bilgi verəcəyik. Üçüncüsü, Məsnəvi ilə o birinci dəftərdən bir sıra beytləri oxuyub şərh edəcəyik. Dördüncüsü, Şəms divanından Təbrizlə bağlı yenə bir qəzəl oxuyub şərh edib, axırıncı mövzumuz sualı cavab olacaqdır. Sizin suallarınızı biz eşidəcəyik. Ərz edeyim ki, keçmiş cələsədə xanımların bir dənəsi sual soruşdu ki, bu irfanla fəlsəfənin ya elmin bunların nə fərqi ola bilər? Bizim söhbətlər nəinki YouTube-da da vardı, siz orada baxsaz, ya elə öz kanalımızda da baxsaz, biz bir bəhsləri açmışdıq elmin metodolojisi adında. O elmin metodolojisində demək olar ki, biz qıssaca elminlə fəlsəfənin və irfanın fərqlərindən açıqladıq. Amma mən gəldim ki, dedim bunu bir cədvələ çəkəm gətirəm, cədvəllə sizinlə ortalığa qoyam və bunun əksini salacam, o qrupda qoyacam, xanımı Noxahi onu sizinlə ortalığa qoyacaq. Bilməm, görə bilirsiniz də, burada bu cədvəli görə bilirsiniz. Yaxçı, cədvələ baxsaz siz görürsünüz ki, burada 5 dənə müəllifələr vardılar. 5 dənə müəllifə. Yəni demək olar ki, bir dənə insan istəyə öz kimliyini ya hüviyyətini ələ gətirə, yəni soruşa ki, mən bu aləmdə kiməm, o kimliyini 5 dənə müəllifə düzəldə bilir. Bu 5 dənə müəllifə ibarətdir dildən, ibarətdir dindən və ibarətdir tarixdən, coğrafiyadan ya həmən vətən. Beşincisi, kültür ya törədir. Mən qabaqcalar fərhəng kəlməsini işlədirdim, amma sonra baxdım, gördüm ki, bu fars ədəbiyyatında fərhəngin özü ki, bunların öz nəzərində çox kilaslı bir kəlmədir, amma çox pis mənada işlənir. Fərhəng yəni hoqqabazlıq, yəni əsl mənası hiləgəri ya hoqqabazlıqdır. Mövlana özü də bunu işlədirdi. 6-cı dəftərdə o yerdə şimdənə fəqih vardı, özünü vurur ölümə, Məsnəvin nağıllarında da istişahdan bir pul kəssin, hər nə yoluna. Orada Mövlana ona işarə edir ki, qeyri-murdən hiç fərhəngi digər در نگیرد با خدای ey hiləgər. Hiç fərhəngi digər, yəni heç fırıllaqçılıq, heç bir hoqqabazçılıq yolu tapanmazsan. Ona görə mən yavaş-yavaş o kəlmədən biraz uzaq gəzdim. Elə öz kültür ya uyğarlıq dərvağa kəlməsini istəyirəm seçəm. Ya həmən törə ki bizim dəbimizdir, ənənələrimizdir, dədə-babalarımızdan bizə yetişibdir. Deyərlər ki, yiğit ölər, törə qalar.
Yəni bu rəsmqalar o elə həmin siz elə o fərhəngdə düşünün də, demək o mənada. Ona görə bu 5 dənə müəllifələr bizim insani hüviyyətlərimizi düzəldir. Yəni təkcə bizdədir ha. 8 milyard bu aləmdə soruşa bilərlər ki, mənim dilim nədir, dinim nədir, tarixim nədir, vətənim haradır, dəbim haradır, rəsmim haradır, kültürüm nədir? Bunlar soruşa bilər. Be mizanı bu ki, bunlar soruşur, bunun nədir? Hüviyyəti nədir? Burada şəkil tapır və düzəlir. Xoş, bu insan bu mərhələni keçidəndən sonra, yəni demək olar ki, burada ki, gəldi o məqamı ərəfə nəfsəyə çatdı da. O ki, deyirik ki, mən ərəfə nəfsə, fəqət ərəfə rəbbə. İnsan gərək birinci özünü tanıyaq. Bu yavaş-yavaş özündən bu sualları soruşdu, bir özündən bir icmali bir der vaxtə tanımaq ələ gəldi. Xoş, indi bu insan gəlir, neynəsin? 3 dənə bunun qabağında açılar vardı, 3 dənə. Yəni 3 boğdudan, 3 yol gedə bilər bu adam. Elə bir məsələn bir dənə fərz eləyin yoldur, 3 dənə otobus var orada, araba var, ya maşın var, səsləyirlər, məqsədlərə gedirlər də. Bu indi bu seçməlidir ki, hansına minsin. Ya müxtəlif vəsilələrdir, həvapeymaya minsin, qatara minsin, yaxşı mühüm dər. Ona görə biz bunu bölmüşük, biri fəlsəfədir, ikincisi irfandır, üçüncüsü elmdir. Pəs demək olar ki, ümumiyyətdə bizim mərifəti hamillərimiz, yəni onlar ki bizə mərifət verirlər, yəni tanımaq verirlər. Biz istəyirik bir şeyi tanıyaq, bir pədidəni tanıyaq. Bu üç açıdan biz nə edirik? Baxırıq, bu mərifəti hamillər fəlsəfədir, irfandır, elmdir. İndi fəlsəfənin özünə görə bir dənə otobusu var, özünə görə bir dənə maşını vardı, yaxçı. Bu maşının demək olar 4 dənə təkəri vardı, ya təyyarə vardı gedir fəlsəfənin. İbarətdir, sualdır, məntiqdir, istidlaldır, cavabdır. Bu fəlsəfəncilərdirlər. Amma fəlsəfənin o baş tərəfində o baxım, görəv, ya arad, ya o vəsilələri ki, sən fəlsəfədə ondan istifadə edirsən, bəhrə parısan, ibarətdir. Əql və nəqd. Yəni fəlsəfə o 4 dənəyə kölgə salan, əqlinə nəqdidir. Yəni fəlsəfədə əql işlənir, nəqd işlənir. Nəqd yəni tənqid eləmək. Yəni bir şey sən dərbəst qəbul eləmirsən, deyirsən ki, bu necə belə olubdur, mənə dəlil gətirəsən, qane eləyəsən məni. Xoş, bu otobusa minmək, bu hərəkət eləmək bizi 4 dənə pədidiyə aparır. Yəni bizi aparır mərifəti məhmillərə. Hamillər dərha məhmillərdirlər. O yerdən ki, demək olar ki, onlar mərifətin qaynaqları olurlar. Yaxçı, mərifətin qaynaqları. Yəni biz onları demək olar tanımalıyıq da. Oradan istəyirik tanımağı çəkək eşiyə. Bildinizlər, 4 dənə şey var bu aləmdə ki, biz oradan tanımağı çəkə bilərik eşiyə. Birisi haradır, birisi metafizikdir, ya həmin mavərəut təbiədir, ya onun qəşəng təbirində elə Allahdır. Biz istəyirik ki, Allahdan bir dənə bir mərifətimiz olsun, tanıyaq ki, Allah nə cür mövcuddur, bizi nə cür yaraldıbdır, nə tərdir, nə cür tapa bilərik, nə cür ona yol tapa bilərik. Xoş, pəs biri odur. Yəni oldu nə mənə, mavərəut təbiə ya Allah. İkincisi, təbiətin özüdür. Təbiətin özündən biz bir mərifət ələ gətirməliyik. İndi fəlsəfə təbiətə nə cür baxır? Nə cür baxa bilər? Yaxçı, fəlsəfə Allaha mavərəut təbiə nə cür baxa bilər? Bunlar özləri bir geniş bəhslərdilər. Mən müntəha hələ aşmıram bundan. Xoş, indi üçüncüsü nədir? Üçüncüsü insandır. İnsan özü. Özü, tək insan özü. Yəni insan fəlsəfə baxımından, yəni istəyir əql baxımından, nəqd baxımından, sual, məntiq, istidlal, cavab baxımından insan özünə baxsa, özündən nə çıxalda bilər eşiyə? Nə mərifət oradan qaynaqlana bilər? Kulli elmlər var da, bu xüsusda çıxıblar eşiyə, özlərinə görə şaxələri olubdur, bizim danışqahlarımızda bunları dəst deyirlər filan. Xoş, pəs üçüncüsü insan. Dördüncüsü
digər insanlar, yəni bizim çevrəmiz, yəni bizim ətrafımızda olan insanlar. Mən sənlə rabitəm nə cür olacaq? Mən sənlə nə cür danışmalıyam? Mən səndən nə cür mərifət ələ gətirməliyəm? Mən səni nə cür tanıya bilərəm? Yaxşı, fəlsəfə bunlara nə mənədir? Baxışığı nə cürdür? Pəs, demək olar, bu 4 dənə mərifəti məhmillərə həm fəlsəfə baxır, burada var, həm irfan baxır, həm elmi baxır. İndi gəlirik irfana. İrfan nə cür baxır? İrfan gəlib baxanda, irfan deyir, mən əqlin yerinə eşqi qoyacam. Əql burada kifayət eləməz. Əql eyni bir dənə ağaçdan əsa kimindir. O bir mərhəliyə kimindir. O bir dənə eyni qayıq kimindir, suda iş verər. İndi mən gəlmişəm quruluğa. Ayrı bir mənə vəsilə ehtiyacdır. Əql sürəti çox aşağıdır. Mənə sürət lazımdır. Mən uçmalıyam. Əql yeriməkdən ötürüdür. Mən istəyirəm qaçam. Yaxşı, bu ariflərin sözləri idi ki, əqlinlə eşqin arasında neydilər? Tarix boyu bizim irfanımızda, ədəbiyyatımızda fərqlər yarandırdılar. Deyidilər ki, onlar əqlidən bəhrə aparsalar, biz neynəyəcəyik? Sevgidən, eşqidən bəhrə aparacaq. Xoş, ikinci məsələsi kölgə salan, ya o çətir ki, oradadır, şuhud məsələsidir. Əgər fəlsəfədə nəqd vardır, tənqid vardır, sən bir şey dərbəst qəbul eləmirsən, irfanda şuhud vardır. Yəni, sən şuhudla onu əl tapırsan, işraqla əl tapırsan. Fəlsəfədə qafa işləyir, kəllə işləyir, irfanda ürək işləyir. Təzə də baxsaz, elmlərdə baxıbsız görürsünüz ki, deyiblər, hətta bizim bu elmlərimizdən neçə dənə damarlar zadlar tapıblar ki, bu damarların özlərinin ehsasları vardır. Elm deyildi ki, təhcə bu bir belə ətdir da, ürək, yəni bir şey yoxdur. Amma baxırlar, görürlər ki, yox, əsəbi damarlar, kolli ehsaslar filanlar gən elə bizim bu ürəyimizə vəslidir. Bunu elm yenədən gənə bu mövzunu qəbul edir və onardır. Bu əsasda istəyirəm deyəm ki, irfan gəlir şuhudla eşqin altında 4 dənə mövzunu apağı var. Yəni 4 dənə bu otobusun, bu aracın, bu maşının təyəri vardır. Bu 4 dənə təyərlə gedir, o onlara bizi çatdırır. Bu 4 dənələr hansıdır? Sədaqətdir. İrfanda bizim, eşqidə bizim düzlük var. Yalan yoxdur ki, yalan olsa orada eşq olmaz ki. İkincisi nə mənədir? Vəfadır, vəfadarlıqdır. Eşqidə, irfanda xiyanət olmaz ki. Xiyanət eləsən, o hovzadan çıxdın eşiyə. Vəfamaz, eşq, Mevlana deyir, eşq vafiyist, vafi mixərə. در حریف بی وفا می نمیگره. اصلا onun xisləti odur, onun cövhərəsi odur, vəfanı axtarır. Üçüncüsü nə mənədir? Üçüncüsü əffidir, yaxçı, bağışlamaqdır. Sən çox yerdə irfan baxımından, eşq baxımından öz haqqindən geçsən, bağışlayırsan, dava eləmirsən, o mənimdir, bu mənimdir, söhbətimiz yoxdur. Deyirsən, ha, o sənin, mən oradan geçdim. Bu irfanı baxışdır, amma əqlidə, fəlsəfə baxımında o dəyir, yaxçı. Dördüncüsü nə mənədir? Kərəmdir, kəramətdir. Kəramət əfvinlə fərqlidir. Yəni sən əlaçıqsan, Mevlana ki deyir, تو مگو ما را بدان şəhbar نیست, با kəriman karha دشوار نیست. Mənisi bu idi ki, Allahın özü kərimdir. Yəni kəramət sifəti var. Bu aləmi də kərəm əsasında yaraldıbdır. Heç burada qazanc, zərər, ziyan axtarmır. O əsasda nə mənədir? İnsanlar da istəyirlər ki, o cayqaha əl tapsınlar, o kərəm sifətini götürməlidirlər də. Kəramət mənisi budur. Yəni, əlaçıq olasan, yəni bağışlayasan, ondan sonra bərk olmayasan, bağışlamaq da təhcə ilə insanın pulu dəyər, ha, bağışlasın. Çox şeylərindən eləyə bilər, bağışlasın. Varlığından, o qinay zehni ki varıdır, o sərvəti ki məğzıda onu əl tapıbdır, ondan nə eləyə bilər? Bağışlasın. Xoş, bu da irfanın bu aracı idi ya arabası idi ki, təyərləri ilə özünü biz neynədik, sizə tanıtdırdıq. İndi bunlar da gəlirlər. Allaha, təbiətə, insana və digər insanlara baxışları vardır. Məsələn, irfanı baxımda təbiəti biz sevirik. Əbu Reyhan Biruni deyir ki,
Təbiət bizim anamızdır. Ananı necə sevərlər? Təbiəti də özü sevəcəksən. Amma fəlsəfə baxımından baxanda gördüm Fransız Bacon Qərb dünyasında deyir ki, təbiət bizim düşmənimizdir. Təbiət bizə sel gətirir, zəlzələ gətirir. Biz onunla müqabilə eləyək, neyniyək təbiəti? Biz sağmalıyıq. Sözü bu idi. Düşürlər təbiətin canına ənva-u əqsam mədənləri qazmaqla təbiəti neynidilər? İncidirdilər. Xub, o baxışıqlar, pəs fərqli baxışıqlar. Üçüncü nədir? Üçüncü gəlirik elmə. Elm nə deyir? Elm deyir, bəli, əgər fəlsəfə əqlinə baxsa, irfan eşqinə baxsa, mən o qəddi qəbarələrə çatanmanım. Mənim yerim bu alçaq yerlərdir. Mən həvassla baxacam. Yəni elminki həvassıdır. Görməkdir, ləms eləməkdir, dadmaqdır, eşitməkdir. Bu həvass elmin nədir? Əbzarlarından ya aracılarından, bunların vəsilələrindən. Elmidə bizim nəql varımızdır. Əqlin yerinə nəql oturur. Yəni filan kəs bu düz dedi, mən də belə deyirəm. Bəli, filan yerdə bunu azmaş ediblə cavab veribdir, tamamdır, qutuldu, getdi. Mən bu davanı filan kəs atıbdır, cavab veribdir, qutardı. Mən də atacağım, mən də. Yəni elmidə bu cür bir nəql vardır. Yaxşı. Elmin də 4 dənə o təyyarlərindən demək olar, o otobusu ki hərəkət verir, o Allaha, təbiətə, insana və digər insanlara sarı hərəkət verən ibarətdir nə? Sual, eləcə elmdə sual var. Axı elmin elə başlanğıcı sualla. Sən sual eləməsən, elmi yarada bilənməzsən. Gəl soruşasan da, bir şeyi soruşasan. Sualdan sonra nə mənədir? Azumunu tikrardır. Yəni o sualı qabağında bir dənə fərzi cavab tapırsan, onu azumunu eləyirsən, test eləyirsən, o testi hey təkrar eləyirsən, yəni o təkrarı ki bizə cavab verir, keçir olur nə mənə? Təcrübə. Elm oldu təcrübə. Yəni çünki təkrarda bizə cavab verdi axı. Da bu sınmır da. Hər yerdə bunu özünlə nə edirsən, apara bilirsən. O əsasda sonuc və axırı nə mənədir? Həman cavabdır, qanundur. Xoş. Pəs bu fəlsəfə və bu irfan və bu elm 4 dənə o mərifəti məhmillərə baxanda, yəni Allaha, təbiətə, insana və digər insanlara fərqli mərifətlər bizə verilir. Fərqli mərifətlər. Fəlsəfədən nə çıxır? Axır, fəlsəfədən burhan çıxır. Burhan, sonuc burhandır. Sən yaşayışda, yaşam tərzində hər şey ki burhan əsasındadır. Yəni istidlal əsasındadır. Dəlil gətirirlər, sən onu qəbul edirsən. İrfandan nə mənə çıxır? İrfandan əxlaq çıxır. Əxlaqı yaşamaq sədaqətlə, kərəmlə, bağışlamaqla o çıxır ondan işi, yaşam tərzində. Bu cədvəl yaşam tərzinə bir dənə formuldur da, istəyirik vermək üçün. Elmidə nə mənə çıxır? Elmidə də qanun çıxır. Qanun çıxır. İndi siz məndən soruşsaz, mən sizə deyəcəm ki, bunların metodları fərqlidir. Yəni elm, fəlsəfə, irfanın metodları fərqlidir. Qalıb sən hansı baxımdan baxasan, yəni hansı eynəyə vuracaqsan. Bir eynək var, sən vurursan, elmi olur baxışın. Bir eynək var, sən vurursan, irfanı olur. O birisi eynəyə vurursan, fəlsəfə olur. Ola bilər ha, bunların üçü də bir nəfərdə olsun. Ola bilər bunların üçü də bir nəfərdə olsun. Ola bilər bir insan bunların üçünü də bir-birində yaşatsın. Yəni bunların münafatı bir-biri ilə yoxdur. Məratibləri var, dərəcələri var delər. Pillə-pillə getməyi vardır. Yetirə bildim də pəs. Burada nə mənədir? Bu yaşam tərzi. Bu bir dənə sualıdır ki, xanımların birisi keçən cələsə məndən soruşmuşdu. Mən göylüm istəyirdi ki, hərəsindən insanda biraz zəm ola bilər, hər baxışlarımızdan. Əlbəttə ki, ola bilər. Əlbəttə ki, ola bilər. Heç bir təcrübə olanlar. Bəli, əlbəttə ola bilər. Bəli, əlbəttə ola bilər. Xoş. İndi biz geçdik ikinci mövzumuza. İkinci mövzumuz sizinlə danışmalıydıq. Dedik ki, Türk müsəlmanların milli irfanının qaynaqları hardan başlanırdı? O zamandan ki, bu əvvəliyyə insan
təbiətlə üzbəüz olurdu. Bu təbiətlə ki, üzbəüz olurdu, o təbiətdə bir para təzadlıları görürdü, şadlıqları görürdü, qəmi görürdü, qüssələri görürdü və onun qabağında ölüm qəziyyəsi gəldi qabağa, ölümü görürdü, çalışırdı neynəsin, osturələr yaratsın. Bu osturələrlə eləyə bilsin ki, özünü tarixdə neynəsin, qalarcı eləsin, qalsın tarixdə. Bir dənə mən parantezin içində bir şey istəyirəm deyəm, o budur ki, bizim türklərin osturələri ilə ərəblərin ya Sami osturələr çox bir-birlərinə yaxındılar. Çox yaxın, bunların çox qərabətləri var bir-birlərinin. Məsələn, ərəb osturələrində var ki, Allahın yanında həmişə mələklər var. Hər mələyin özünə görə bir görəvi ya vəzifəsi var. Məsələn, Əzrail ya Əzrail gedər can alar gətirir. Yaxşı, İsrafilin vəzifəsi budur ki, qiyamətdə neyniyər, onu çalar, o ölənlər neyniyərlər, qalxarlar. Mikaildir, Əsrafildir, Əzraildir, yaxşı, bu mələklərdilər. Ona görə türkün də osturələrində bir cür var. Bir dənə gök tanrıları var qədim şaman düşüncəsində ki, günəşə baxardılar, deyərlər, bu bizim tanrımızdır. Yaxşı, hətta bizim nağıllarda var ki, Çəngizxanın özü ki, türk idi, amma ləşkərində Moğollar, qeyri-türk də vardı bunların içində. Neçə seri günün qabağında əylərdi, günü ehtiramla neyniyərdi, yad eləyərdi. O, demək olar ki, gök tanrı, bunun da aşağısında mələklər var idiler. Məsələn, bir dənə mələklərdən keçmiş cələsədə biz sizə dedik ki, Ölgən idi da. Ölgən həmən o bulutların üstündə atda oturmuşdu filan. O göyün mələyi idi. Ya yerin özünün bir dənə mələyi vardı. Ya yerin altının ərlik bir dənə adında mələyi vardı ki, deyidilər ki, cəhənnəm yerin altındadır. İnsan nə yaparlar? O mələyin vəzifəsi o idi. İstəyirəm deyəm ki, bu osturələr, Sami osturələri ilə, ərəb osturələri həmən türk osturələri ilə bir-birlərinə nədirlər? Yaxındılar. Xob, bu təbiətlə ki, insan getdikcə yaxınlaşırdı, şaman düşüncəsində insan özünü yavaş-yavaş təbiətin bir cüzü bilirdi. Yəni deyirdi ki, mən də bu təbiətin bir cüzüyəm, bu təbiətin bir üzvüyəm. Ona görə təbiətdən hər nə alırdı, çalışırdı onu bir də neynəsin? Təbiətə qeytərsin. Məsələn, təbiətə qurbanlıq verdi. Niyə? Çünki təbiətdən məhəbbət görürdü, yağıntılıq gəlirdi, bunun məhsulu yaxşı gövərirdi. Qoyun məsələn çox balalı idi filan eləydi. Deyirdi, bunu təbiət mənə verdi. Amma mən təbiətə nə verim? Mən də təbiətə bir dənə qurbanlıq verim. Ona görə təbiətdən o şeyi ki alırdı, o ətiyyəni də neyniydi? Təbiətə çalışırdı, bağışlasın. O əsasda neçə dənə dərvaqa bizim düşüncələrimiz burada yaranır. Bir dənəsi zoomorfizmdir. Zoomorfizm nə mənadır? Zoomorfizm yəni heyvanı tutem tutmaq. Tutem həman tutumdur da, tutum tutmaqdır. Bəzi heyvanlardan çox xoşu gəldi. Bunlar neydi? Gördün ki, tuturdu, saxlayırdı, ya bir də məsələn ağaçdan bunu düzəldirdi, ya daşdan düzəldirdi. Niyə? Bunu sevirdi. Bir də gördü ki, at bunun karına çox gəlir işində. Yaxşı, onu neydi? Kutsal sayırdı. Bu həman zoomorfizm idi. Ya nə mənaydı? Antropomorfizm idi. Antropomorfizm, yəni bu yaradıcılığı insan kimi fərz eləmək. Nəinki özünü insan görürdü, deyirdi ki, bu təbiəti mən ki yarada biləm mənəm. Bu təbiət də öz başına ki yarada bilinməz. Bunun bir yaradanı vardı. Bu yaradan mənə oxşuyur. Deyir, bu yaradan mənə oxşuyur. Bunun elə göz ola bilər, qaş ola bilər, əl ola bilər, filan ola bilər. Yəni Tanrını bir dənə insan kimi təsəvvür eləmək bizim o ibtidai birinci dinlərdə, xüsusən şaman düşüncəsində var, getdikcə bu təkamülləşir. Getdikcə neyir? Mütəkamilləşir və mütərəqqiləşir.
Ona görə siz baxırsınız, görürsünüz ki, bu təbiətlə yanaşmaqda xoşu gəlir ki, neynəsin? Adı qoymaqda da təbiətin cüzülərindən neynəyir? Bəhrə var. Məsələn, uşaqlarına da ad qoyanda günəşdən də, aydan da, ulduzdan da neynəyir? Bəhrə var. Gündüz, ayhan, aynur, aylar. Məsələn, mən eşitmişəm ki, Tehranda Ayxan adı 5-ci adı olubdur. Yəni, türkü Ayhan, Ayxandır da. Yəni, ayın xanlığı da Ayhan ya Ayxan. Fərqi yox. Yaxçı, Ayhan, Ayxan. Bu, yəni nişan verir ki, o bu türkü bir addır. Tehran kimi bir dənə yerdə ki, o yeri almağın özü bir dənə önəmdir da. İnsan gərək buna neynəsin, təvəccüh eləsin. O əsasda biz baxırıq, görürük ki, Oğuz xanın 3 dənə ki oğlu var. Adını qoyur Gündüz, Ay, Ulduz. Yəni adlarını bu cür seçir qoyur. Ya o qutadğı bilir ki, Yusuf Balasağonlunun kitabıdır ki, mən neçə cələsə onun barəsində danışmışam, zəbt olubdur, Instagramımızda da, Telegramda da vardı. Həman türk müsəlmanların milli hikmətidir, 6645 beytidir bu kitab. Orada qutadğı bilik, yəni həman səadətnamə, qutadğı bilik, bilik elm, qutadğı səadət. Orada baxırsınız, görürsünüz ki, Yusuf Xorasani ya Yusuf Balasağonlu 4 dənə şəxsiyyətdən danışır. Gün doğdu, ay doldu, öydülmüş, udqurmuş. Gün doğdu, həman günün doğan ki, 4 şəxsiyyətçi var orada. Yəni, demək olar biri dövlət, ədalət, qanun, əql, irfan, bundan simgələrdir ki, daşıyır. Xub, demək olar ki, biz burada istədik nə deyək? Biz istədik burada deyək ki, insan o şaman düşüncəsində hər nə qədri ki, təbiətə yaxınlaşırdı, o usturələrini də təbiətlə uyğun yaraldırdı. Bu usturələrə həm insan özü təsir bağışlayırdı, etki bağışlayırdı. Həm bu usturələr gəlirdi, insana neydi? Təsir bağışlayırdı. Xub. Gəlirik 3-cü hissəmizə. 3-cü hissəmiz Məsnəvidəndir də. Məsnəvidən 411-ci beytidədir. Barizdə kitab gətiribsiniz də. Bunlar ki, gətirməyiblər, kitab gətirməyiblər, həm baxa bilərsiniz də, birlikdə baxın da. Birinci dəftər, 411-ci beyt. Çox yaxşı. Can hمی روز از لگدکوب خیال و زیان و سود و از خوف زوال tapdız da Ardaq نی صفا میماندش نی لطف و فر نی به سوی آسمان راه سفر tapdız خب Mevlana hardan başladı, hara gəldi? Mevlana o yerdən başladı ki, xəlifə Leylanı çağırdı, dedi ki, sən o gözəllərdən bir şeyin artıq deyil. Sən de görüm, nə olubdur ki, bizim məcnunumuzu sevdalandırmısan? گفت لیلا را خلیفه کان تویی کج تو شد مجنون پریشان و قوی تو کز دگر خوبان که افزون نیستی گفت خاموش چون تو مجنun نیستی. Mevlana burada yenə həman o eynək güzgü ki varımızdır, biz vırırıq gözümüzə, oradan deyir. Deyir, qalır ki, sən məcnunun gözücə baxsan, Leylanı gözəl görəsən. Özgənin gözücə baxsan, Leylanı sən gözəl görməyəcəksən. Ona görə deyir ki, dalısıca gəldi, hər ki بیدار است او در خوابتر هست بیداریش از خوابش بتر
deyirdi ki, çoxlu oyaq insanlar vardılar ki, bunlar yatıblar. Çoxlu yatan insanlar vardılar ki, oyaqdılar. Əshab-ı Kəhfin nağlını misal çəkdi ha Mövlana. İstəyirəm deyəm ki, niyə Mövlana gəlir, xəyalı burada işlədir. Xəyaldan istəyir nə bəhr aparsın, istəyir nə desin. Mövlananın düşüncəsində xəyal nə mənədir, harana istəyir aparsın. Hansı mərifətləri istəyir xəyalla Mövlana ələ gətsin. Mən istəyirəm onu neyniyəm, sizinlə ortalığa qoyum. Mövlana deyir ki, oyanış var, o bidar ki var idi, deyildi oyanış. Deyib, bu oyanış o zaman bizə önəmi var ki, haq yolunda olsun. İnsan zülmlə mübarizə eləsin, ədaləti yaymaq üçün oyansın. Yoxsa sən gələsən, hirsinlə, həsədlə, tamahla, ondan sonra birinin haqqını batırmaqla gələsən, oyanış, özü oyaq saxlayasan, Mövlana deyib, bunun sənin ölməğin qalmağından çox yaxşıdır. Hansı oyanış, hansı bidarı? Ona görə deyirlər ki, Hulaku xan ki getdi, Bəğdadı fəth elədi. Orada bir dənə bizim sünni fəqihlərimizdən vardı, İbn Teymiyyə. Əcib bir dənə fəqih idi da, məxsus özünə görə bir dənə fitvalar verərdi. Eyni müasir zamanədə o Qərzavi kimlərdən fitvalar verərdi. O dedi ki, mən fitva verirəm ki, bu tarixdən şərab həlaldır. İbn Teymiyyə dedilər, niyə fitvanı verdin ki, şərab həlaldır? Dedi, baba, bilmirsiniz ki, bu Moğollar bizim başımıza nə onu gətirirlər. Qoyun bu şərabı bunlar içsinlər, həmişə keyfli olsunlar, həmişə də yatsınlar. Bunların yatmağı bahis olur ki, bunlar neynirlər, bizdən işləri yoxdur. O, həman nüktə idi ki, Mövlana deyirdi ki, bidartər. O, hansı bidartər, hansı oyanmaq. İndi burada gəlir deyir ki, bəli, bir zaman vardı ki, sən oyaqsan, amma sən düşübsən xəyalın pəncələrinə. Xəyal səni ötürmür. Mən istəyəm sizə xəyalı qəşəng deyəm. Yaxşıdır, məsələn, siz hələn gözlərinizi yumasınız bir ləhsə. Bir dənə zehninizdə belə tərsim eləyəsiniz, bir dənə quşdur. 4 dənə qanatı var, uçur, 2 dənə də başı var. Hamı zehnində bunu tərsim eləsin. İstəyəm, bir şey alacam ha. Hamı tərsim elədi də, zehnində gətdi. Bir dənə quşdur, 4 dənə qanatı var, 2 qanatın əvəzində. 2 dənə də başı var, neynir, uçur. Oldu da, pəs bu zehninizdə. Var da belə bir şey, yaratdınız da siz demək olar. Yaxşı, bunu yaratdınız. Xəyal budur. Bu ki, mən sizə dedim, xəyal dər vaqə budur. Bu xəyal Mövlanadan qabaq Şeyx Şəhabuddin Söhrəverdi ki, bizim Azərbaycan fəlsəfəsinin qurucularından olur. Hikmət-i İşraqı yazıbdı. Xəyalda çox-çox işləyibdi. Bəlkə də Mövlana onun əsərlərinə əl tapıbdı, biz bilmirik. Bəlkə də çünki 100 il Mövlanadan qabaqdır Söhrəverdi. Avaz-ı Pər Cebreyil, Əql-i Sorx filan bunun əsərləridir. Çox da gözəl əsərləri, oxumalı əsərləri var. Bir yol, orada nə mənə deyir? Söhrəverdi, ya həman Söhrəverdi, orada deyir ki, bizim 2 cürə xəyalımız var. Bir xəyal muttasildir, bir xəyal münfəsildir. Biz yadınızda olsa, keçmiş cələsə bu vədəni sizə verdik da ki, bu xəyalın barəsində muttasil, münfəsil danışaq. Xəyal muttasil odur ki, ələn siz elə zehninizdə gətdiniz. Yəni bir dənə quşudur, 4 qanatı var idi, 2 başı var idi, bunu gətdiniz, sizinlə yapışıqlıdır bu xəyal. Mövlana o Söhrəverdi deyir ki, bu xəyal muttasildir. Bu hardan yetişir ora? Deyir ki, siz ki aynaya baxırsınız, aynaya baxanda orada bir dənə təsvir yaranır. Söhrəverdi deyir ki, o təsvir aynada yaranan, onun vücudu vardı, o varlığı vardı. Yaxşı, gedirdi onun sabit eləməsinə. O fərqli idi, o nə sənidin, nə də ki, bir dənə kölgə idi, orada bir şey yaranıbdı. Ona nə deyildi? Ona deyildi xəyal-ı münfəsil. Sizdən ayrı bir xəyaldır. Yaxşı, ona görə onun Söhrəverdinin demək olar düşüncəsində bizim 3 dənə aləmimiz var. Bir aləmi ədəmdir,
که elə مولانا da ona etiqadı var. Aləm ədəm. از ədəmها سوی هستی hər zaman هست یارب کاروان در کاروان. Bu ədəmlərdən, ədəmdə nə bir mənaya yoxluqdur ha? Yəni orada surət yoxdur. Surət bağışlanmır. Çünki hər nə var bu aləmdə var. Var. Munta o varlar ya surətləri var ya surətləri yoxdur. Ədəmdə bunlara surət bağışlanmayıbdır. Oradan gəlir aləmi xəyala, ikinci aləm. Aləmi xəyaldan sonra gəlir deyir ki, üçüncü aləm, aləmi hissidir, aləmi vücuddur, aləmi maddədir filan ki, biz onda nə mənayıq var. Mevlana'nın düşüncəsində xəyal kələməsi bunların hamısında var. Yəni həm xəyal-ı müttəsil var, həm xəyal-ı münfəsil var. Həm xəyal var ki, bir mənayı arzulardır, qəmdir, qüssədir. Biləsə elə öz dilimizdə deyirik, xəyal məbasdır, qəm-ü qüssə məbasdır. Mevlana'nın düşüncəsində o da var. Yəni biz gərək bilək ki, Mevlana burada hansını istəyir işlətsin. Çünki Mevlana ustadı bu şeylərdilər. Yaxçı. Can həmi ruz az ləgədkub xəyal. Baxdınızda burada. Xəyal burada həmən o fikirlər, dərdəğələr, arzular buradadır. Hər gün deyir nədir? O xəyallar gəlir, canı neynir? Tapdalayır. Hey bunlar tapdalayır. Can həmi ruz az ləgədkub xəyal و زیان و سود و از خوف زوال. خیال جرهی deyir ki, sən ziyan eləyəsən. Orada deyir, qazancı eləyəcəksən. Burada deyir, bir şey əldən gedəcəkdir. Yaxçı, bazar yenəcək. Kullu sərmayəni veribsən, dolara səhv eləyəcəksən. Xof-u zəval. Xof-u zəvaldır da, xəyaldır ki, sən zehni və canı neynir? Tapdalayır orada. Ni səfa mimanədəş, ni lütf و fər. Da bu canda nə səfa qaldı, nə lütf qaldı, nə fər, yəni fər, əzəmət, şükuh, yaxçı, o ni besuy asman rah səfər. Da göyə getməyə bu yol tapanmıraq, xəyal onu tapdalayıb, o pəncəsinin altında saxlayıb. Mevlana istəyir desin. Yaxçı. Ustad Abbasi də belə beyti Türkiyə çevirib, deyir ki, can xəyal ilə ayaqlanmaqdadır. Can xəyal ilə ayaqlanmaqdadır. Yəni tapdanır. Dünya güdməkdən bu can yanmaqdadır. Dünya güdməkdən bu can yanmaqdadır. O xəyal həman ki, dünyanı güdmək mənə eləyibdir orada. Nə səfa onda qalar, nə ehtiram, göylərə getmək yolu bağlar tamam. Göylərə getmək yolu bağlar tamam. Yaxçı, bu da onuncu. Xoş, indi gəlirik 413-cü beytə. خفته آن باشد که او از هر خیال دارد امید و کند با او مقال. Yatan kimdir? Yatanı mənə eləyir Molla. Axı bidarını orada demişdi. Burada dendi yatanı deyir. Axı deyildi ki, yatmaq neçə cürədir. Biri var yatıbdır, amma yatmaqda oyaqdır. Yaxçı bilir. Əshab-ı Kəhf kimində dedi. İndi burada deyir ki, yatan kimdir? Yatan odur ki, xəyala bel bağlar. Xəyala inandı. O xəyallar ki, bunun zehninə gəlibdi, tapdalayırdı ha, onlara neynədi? İnandı. Darəd ummidu, konəd ba u məqal. O xəyala ümid bağladı. Onunla neyniyir? Hey, danışır da, söhbət eləyir. Onu bir dənə vaqeyi, gerçək bir şey bilibdir. İnanıbdır ona. İnanıbdır ki, nə mənədir? Belə bir şey var. Xoş, misal çəkir. İndi o xəyala misal çəkəcəkdir. Eyni misal ki, oturublar bu məhəllisində deyirlər ki, mənzurun nədir? Yox, yaxçıdır. Div ra çon hur binəd u bexab. Yatı baxın. Devi, iblisi ya həman şeytanı yuxuda hur görür, firiştə görür. Pəs be şəhvət rizəd u ba div ab. Neyniyir? Onunla qucaqlaşır. Mevlana muhtəlim olur əslən. Yəni həmağuş olur. Vaqeyi bilir. Yaxçı, həmağuş olur. چون که تخم نسل را در شوره ریخت
او به خویش آمد خیال از وی گریخت. نسل به معنای çəsilməkdir ərəbdə. Nəsələ yəni qətə, yəni kəsmək. Biz deyirik ki, nəsl tövlid eləyirik, yəni uşaq ki bizdən olur, hardan olur? Yəni bizdən kəsilir də, olur uşaq. Nəsl yəni kəsməkdir var. Özünə bir dənə ailə qurur, yaxşı böyüyür, gedir. Nəsl mənidə, davamda, nəsl kəsmək mənisində. Çünki toxm nəsr را در شوره ریخت. Eləşi gördü da özünü xərablayıbdı. O به خویش آمد خیال از وی گریخت. Səhər sübh durur baxır görür ki, işlət yoxdur. İş işdən geçib. ضعف سر بیند از آن و تن پلید. baş ağrıyır. آه از نقش پدید ناپدید. نقش پدید ناپدید یعنی خیال. Göynə paradoksikal işlədir. Həm pədiddir, həm napədiddir. Həm vardır, həm yoxdur. Pədid napədiddir. Həman ki zehninizdə siz o quşu tərsim elədisə, bunlar axı bir para şeylər deyirlər. Sonra verdi bunlar deyirlər ki, məsələn siz bir dənə necə bir dənə iskanı tutursunuz, qulağınıza bücü bir səslər gəlir. Deyir o səslər özləri bir dənə aləmdir. Cabulqa deyirlər ya nakuca abad deyirlər, ad qoyurdu. Yəni sonra verdiyin düşüncəsində bir dənə dərin bir dənə düşüncəni aparqa bax. Ona görə Mevlana deyir ki, nəqş pədid napədid bu xəyaldır. Əzizlər, bu irfanda çox önəm vermək olar. Bizim bəzi Məsihi arifələrimiz var idilər, arifələr, xanım arifələri idilər də. Bunların əhvalatında var ki, bunlar yazıblar ki, biz gecələr Məsih ilə həmaquş olurduq, aləmi xəyalda. Məsih ilə. Əlbəttə bizim İslami irfanımızda bu cür bir şey gəlməyibdir. Amma mən çox axtarırdım, baxırdım, gördüm ki, Mevlana'nın dədəsi də Bəhaülvələd üçün bir dənə iki bir adamıdır. Ədəbiyyatı da Şəmsə oxşar bir ədəbiyyatıdır. Onun da yazmalarında gəlibdir ki, mən bəzən yuxuda Allahla həmaquş olmuşam. Yəni həmaquşi kəlməsini, qucaqlaşmağı در واقع یا müaniqə kəlməsini biz nə mənədir? Bəzən o Mevlana'nın atasının əsərlərində biz nə edirik? Görürük. Bunlar yəni xəyala bu cür baxırdılar. O xəyaldan nə edilər? Çalışırdılar ki, bir sıra o düşünəcəklər neynəsinlər ya kutsallıq ələ gətirsinlər də. Xoş. Can? Afərin, afərin. Xoş, deyir ki, bu 4 dənə beyti ki, mən sizə oxudum ki, səhər sübh durur görür ki, hər nə mənə əldən gedibdir, o Qur'anın təbirlərində də vardı. Gəlir ki, Əhqaf surəsində 20-ci ayədə buyurur ki, يَوْمَ يُعْرَزُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ. O gün ki, kafirlərə odu verirlər, yəni bunlara در واقع cəhənnəmə atılır bunlar. اَذْهَبْتُمْ تَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا. Bunlar deyirlər, axı bizə bir yol tapın. Bizi niyə atırsınız o da? Deyir ki, Allah tərəfindən bu kafirlərə deyilir ki, اَذْهَبْتُمْ تَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا. Siz bu xoşluqları dünyada neynədiniz? Aradan apardınız. Yəni də xoşluq qoymadınız qala. Hər şeyin dadını çəkdiniz. Bir yerdə demədiniz, yox, mən çəkilirəm dələ, mən yemirəm, mən bu işi görmürəm, yaxçı. Heç vaxt o sözü demədiniz. Hər nə məniyə hän dediniz. Böyümədiniz siz. İnsanlar yoxla böyüyər. Həninlə böyüməz ki, yaxçı. Və istəmtətum biha. Və ondan siz ləzzət apardınız. Bütün təyyibatdan, nə mənə var idi, siz ondan neynədiniz? Ləzzət apardınız. Bir yerdə siz yox demədiniz. Bu da Qur'anın nədir? Ayəsidir. Nə olar? Xəyal gəldi sən zehni və sən nə mənədir? Qur'an deyir ki, sən ona yox deməlisən də. Yox deməlisən. Xoş, yatmışın bomboş xəyaldır dilbəri, göz tikər mevhuma, xudur şəhbəri. Xudur. O şəhbər buna yine xu kimindir. Yuxuda devi görər, huri sanar. Yuxuda bir dev görər, onu huri fikirləşər. Div ilə
baş bir olar, başdan çıxar. Baş bir olar, başdan çıxar. Çox gözəl tərcümədirlər ha, baxsaz. Yəni yeri var ki, bəzi tərcümələrə mən baxıram, bu Mövlananın öz beytindən yüksək səviyyədə gedir qabağa. Yüksək səviyyə. Elə ki etdi zina, tutdu toyun, anlayar o devlərə olmuş oyun. O devlərə oyun olur, anlayır. Var ikən yoxdan gərək etmək həzər, var ikən ta zaman, o zaman ki varsan, yoxdan gərək etmək həzər, başçı cəllətmə qalar ondan əsər. Başçı cəllətmə qalar ondan nədir? Əsər. Xoş. İndi Mövlana istəyir ki, o xəyalı demək olar bir adcana neynəsin, aşsın da. Xəyalı istəyir gəlsin, oxşatsın kölgəyə. Xəyal kölgəyə oxşar bir şeydir. Xəyal nədir? Kölgəyə oxşar. Morğ bər bala, pərran و سایش میدود بر خاک پران مرغ وش ابلهی صیاد آن سایه شود میدود چندان که بیمایه شود بیخبر کان عکس آن مرغ هواست بیخبر که اصل آن سایه کجاست تیر اندازد به سوی سایه او ترکشش خالی شود از جستجو ترکش عمرش تهی شد عمر رفت از دویدن در شکار سایه تفت. Yaxşı. Deyir ki, bu eyni buna oxşar ki, bir dənə quşdur, morğ bər bala, pərran و sayə. Bir dənə quşdur, göydə uçur, bunun kölgəsi düşübdür yerə, midəvəd bər xak pərran morğ vəş. O kölgə də o quş kimi gedir də, elə uçur. Ondan bir dənə ovçu, bir dənə axmaq ovçu gəlir neynir? O kölgəni ovluyur. Oxu çəkir, hey çəkir o kölgəyə. Hey çəkir ona. Yaxşı, onu vurur. Midəvəd çəndan ki bimayə şəvəd. Hey ox vurur, qaçır, ox vurur. Bixəbər kan əksi an مرغ havas. Bu bilmir ki, axı o onun əksini düşübdür yerə. Özü dəyər. Bixəbər ki, əsli an sayə kocast. Bilmir ki, o kölgənin kökü hardadır. Kölgə hardadır axı. O göydədir, ora baxmalı. Tir əndazəd be suye sayə u. Kölgəyə hey hey. Tərkəşəş. Tərkəş demək olar nə mənadır? Sadaq. Türkçədə deyirlər də. Yəni tirdan. Oxlar yığırdılar ora. O neyniyir? Xal olur. Sonra Mövlana Cəhərçi deyir ki, bəli də bunun ömrünün tərkeşi qutuldur. Bu hey zamanlardan xəşliyirdi, gedirdi ora. Deyir. Xoş. Əzizlər, mən bunu ki sizə oxudum. Bu həmandır ki, Mövlana demək olar bir adcaca Əflatundan da əsər alındı. Əflatun mənim düşüncəmdə bunlar türk olublar, Aketdən olublar. Köçüblər, gediblər Yunan mahalına. Ərəstə olmayıbdır, vəli Əflatun olubdur. Niyə? Aketlər ki, türk olublar o zaman, Sumerlər, Aketlər. Əflatun ora gedir, bir dənə mədrəsə düzəldir, mədrəsəsinin adını qoyur Akademi. Həman Aketdən alınır. Akademi, həman o qovumun neyniyir, zadını daşıyırmışdı orada. Əflatun ruha çox inanırdı. Ərəstu maddəyə inanırdı. Bundan fərqləri idi. Bu Ərəstu'nun şagirdi idi. Əflatunun bir dənə təmsili vardı. Köhül təmsili deyərlər, ya qar. Bu çox gözəldir. Mən qıssaca sürətlə bunu sizə deyim. Sizin zehniniz buna hazırlaşsın. Əflatun deyir ki, bu aləmdə hər nə mənə vardı siz görürsünüz, hamısı kölgədir. O toğun kölgəsi kimi, quşun kölgəsi kimi. Həqiqət hardadır? Ayrı yerdədir. Həqiqət ayrı yerdədir. Bizim hamımız kölgədir. Hamımız kölgədir. Calibi budur ki, buna oxşar bizim dini baxımlarda da var ki, Ən-nasu niyamun.
İza mautun təbəhu. Adamlar hamısı yatıblar. O zaman ki öləcəklər ilə oyanacaqlar. Yaxşı. Yəni demək olar ki, bizim ələn hamımız yatmışıq. Bizim hamımız xəyaldayıq. Xəyal aləmində. Buna görə deyirlər ki, axirət, o birisi dünya çox genişlidir ha. Biz oyanırıq hardan? O xəyalın pərdəsini yırtırıq, gerçəkləri orada görürük. Bu bir dənə düşüncədir, mən sizə yetirdim. İndi Əflatuna baxanda nə cür olur? Əflatun deyir ki, fərz eləyən bir dənə köhüldür. Bir dənə adamlar var, o köhülün içində anadan olublar. Onlar anadan olan kimin bu köhülün ağzında, ki bu köhülün ağzı bu tərəflikdir, burada gəliblər bunları bir dənə zəncirə çəkiblər. Bunların üzlərini köhülün dibinə sarı qoyublar. Yaxşı, burada. Bunların həqqləri yoxdur, dala baxsınlar. Dala. Burada bir dənə balaca bir divar var. Burada bir dənə od yandırıblar. Adamlar bu odun qabağından keçdikcə, bu odun kölgəsi neyinir? Düşür bu divarın qabağına. Hey adamlar gəlirlər, bunlar da baxırlar ora. Bu adamlar ki, zəncirdədirlər. Hey baxırlar ora. Bunların gerçək dünyaları həmin o kölgələr ki, ora baxırlar. Onlar hər şeyi orada vaqi görürlər. Deyirlər, adam yəni elə onlar. Yəni ora baxırlar. Eyni elə məsələn bir dənə televizyona baxırlar. Tamamən onu neyinirlər? Gerçək görürlər. Bu adamların deyil, həqqləri yoxdur oradan çıxsınlar eşi. Amma bunların içində bir iki nəfər var, zirəhliq eləyir. Zənciri neyinirlər? Yırtırlar. Oradan çıxırlar. Kimdilər? Peyğəmbərlərdirlər. Həkimlərdirlər. Oradan çıxırlar, gəlirlər, eşdə gerçək günəşi görürlər. Gəlirlər bunlara deyirlər, bunlar inanmırlar. Deyirlər, yox, hələ bir şeyimiz yoxdur. Yaxşı, bu həman təmsilə qarşı deyirlər. Əflatunun nədir? Düşüncəsidir ki, Mevlana burada gətirib quşunan kölgənin barəsində neyniyibdir, onu o cür işlədibdir. Yaxşı, deyir ki, مرغ بر بالا پران و سایش میدود بر خاک پران مرغ وش قوş uçar göydə velakin kölgəsi torpağın üstdə qaçar çıxmaz səsi əbləhi səyyad an sayə şəvəd میدود چندان که بیمایه شود kölgəyə ovçu yəqin əhmək olar hey qaçar candan düşər, ömrün yorar, ömrünü yorar. Bixəbər kan əksi an مرغ həvaz, bixəbər ki, əsli an sayə kocast. Anlamaz kim göydədir axtardığı, daş vırıbdır böyrünə axmaqlığı, böyrünə. Tir əndazəd be suy sayə u, kölgəyə bir o qədər ox yağdırar, sadağı, həman tərkiş, sadağı oxsuz qalar, zəncir qırar, zəncir qırar. Tərkişi ömrəş tuhi şod, ömr rəft, atdı ox, axır, sadaq çıxdı boşa, kölgə güdükcə ömür çatdı başa. Kölgə güdüklənməklə, qıssalmaqla ömür də neynədi? Başa çatdı. Xoş, biz Məsnəvini də bura kimin kifayət elər. Mevlana indi gələcəkdir bizə nə deyəcək? Kölgəçi deyir, kölgədən yadına düşəcəkdir ki, Allahın kölgəsinə var. Allahın kölgəsi kimdir? Şəmənlərdir, ariflərdir. Sən istəyəsən, yetişəsən Allaha, o kölgələrdən yapışmalısan. Sayə-i yezdan ço başəd dayəş, varəhanət az xiyal و sayəş. Sayə-i yezdan بود mərd xuda. Sonraki beytlərdə gəlib buna deyəcək. Yəni kölgə deyən kimin? Mevlana tamamilə kölgəni rədd eləmir sənə. Deyir, bu aləmdə kölgə var. Bunda Allahın da kölgəsi düşüb bu aləmə. İndi sən istəyəsən ki, o kölgə ilə gedəsən, onda sən yanmayasan, onun həlavətindən, onun təravətindən yararlanasan, o kimdir? Ariflərdirlər. Qalıb kim girinə düşəsən? Yaxşı adam girinə düşdün, xoşbəxtsən irfanda, pis adam girinə düşdün, bədbəxtsən. Yəni irfan bu cürdür. İrfanda müsahibət var. Kiminlə oturub durursan? O söz vardı bizim irfanımızda. Ona görə Şəmsi deyildi ki,
Şəms deyirdi ki, mənim görəvim, mənim risalətim budur ki, mən gəlirəm, mənim vəzifəm budur ki, mən şeyx tutarım. Məsələn, bəzilər var da cinci dedilər, cin tutardılar. Şəms deyirdi, mənim vəzifəm budur ki, mən şeyx ra میگیرم و مؤاخذه میکنم. Məsələn, mən işim budur ki, şıxlar tutaram, yaxalarından yapışaram deyərəm ki, sizin burada işiniz nə mənədir? Nə iş yürürsünüz? Bəşəriyyətə xeyri səlahiniz nə mənədir sizin? Müaxizə میکنم nə murid را. Muridlə mənim işim yoxdur. Angah nə hər şeyx را. Əlbəttə, mən hər şeyxlə də işim yoxdur. Şeyx kamil را. O ki, özünü şeyx kamil bilir, mərcəyi təqlid bilir. Şəms-i Təbriz deyirdi, mənim onunla işim vardı. Mənim onunla işim vardı. Ona görə çox xoşluram ki, sözün sonunu bir qəzəllə bir qəzəllə neyniyək? Şəms-i divanından qurtaraq. Bu qəzəldə Mevlana'nın etiqadı budur ki, Təbrizdə ab-ı heyvan vardı. Yəni ab-ı heyvan ki, qədim deyərdilər ki, onu içdikcə sənə cavidanəlik qalmaq در واقع əbədi yaşayış gətirə bilər demək olar, o Təbrizdədir. Təbrizin suyunda. Onu da deyildi ki, Şəms gətiribdi, mənə dadızdırıbdı. Yaxşı, o qəzəldə. Ona görə mən ölməyəcəm ki, mən tarix boyu qalacam. Şəmsin də özü elə qaldı. Əgər nə eşq-i Şəmsüddin budi در روز و شب ما را فراغت ها کجا بودی ز دام و از سبب ما را Şəmsüddinin eşqi, sevgisi gecə gündüz bizlə olmasaydı, biz necə eləyə bilərdik bu tələlərdən, bu torlardan özümüzü qurtaraq? Həmanlar ki, deyildi ki, Məsnəvidə vardı, deyildi ki, Allah bizi bu tələlərdən qurtarcınan. Yaxşı, deyildi ki, Şəms gəldi məni, qurtardı oradan. بت شهوت برآوردی دمار از ما ز تاب خود اگر از تابش عشقش نبودی تاب و تب ما را. Şəhvət bizi boğacaqdı. Şəms-i Təbriz gəldi, bu təb و tabdan tabişi ilə məni neynədi, qurtardı. نوازش‌های عشق او لطافت‌های مهر او رهانید و fərağət dad az rənc و nəsəb ma ra. Nəsəb sadlandı, yəni həman rənc mənasındədir. İnciləşmək məsələn. Bəli, nəsəb. نوازش‌های عشق او لطافت‌های مهر او. Şəmsin o nəvazişləri, lətafətləri gəldi məni bu ağrıdan, incitmədən qurtardı məni. Zehi in kimyayı haqq. Şəms kimyayı haqq idi. Kimya bilirsiniz də, o şeydir ki, qədim deyidilər ki, mis vursan qızıl olar. Yəni nə mənə idi? Haqqın kimyası idi bu. Zehi in kimyayı haqq ki هست از مهر جان او که عین ذوق و راحت شد همه رنج و تعب ما را. Bu rənc, bu təəb, yorğunluq hamısı bizə rahatçılıq oldu. Kimyayı haqqi daxı gəldi. عنایت‌های ربانی ز بهر خدمت آن شه برویانید و هستی داد از ای ədəb ما را. Onun Allahdan almış inayətləri, baxışıqları idi ki, gəldi məni ədəbin qaynağından, çeşmələrindən dolu elədi, doldurdu. بهار حسن آن مهتر به ما بنمود ناگهان شقایق‌ها و ریحان‌ها و گل‌های عجب ما را. Onun baharı gəldi mənim içərimdə, reyhanları, gülləri hamısını gövərtdi. Zehi dövlət, zehi rəfət, zehi bəxt و zehi əxtər ki mətlub همه جان‌ها کند از جان طلب ما را. Şəmsin gəlməsi səadətli bir dövlət idi, səadətli bir rəfət idi, səadətli bir bəxt idi, səadətli bir ulduz idi. عجب بختی که رو بنمود ناگهان هزاران شکر ز معشوق لطیف اوصاف خوب بوالعجب ما را. در آن مجلس که گردان کرد از لطف او صراحی ها گران قدر و سبک دل شد
dil و can az tərəb ma ra. Bu məclisdə gəldik bir sorahilər, yəni şərablar məclisimizdə dağıtdı. Canımız, ürəyimiz hamısı tərəbə gəldi. بسوی خطه تبریز، آخرین بیتی bu qəzəl. بسوی خطه تبریز çe çeşme ab heyvan است. Nə qədər orada pınarlar, bulaqlar vardı ki, suyundan içsən ab həyatdılar. Heyvan yəni həyat. Ab heyvan, ab həyat. کشاند دل بدان جانب به عشق چون کنب ما را. Kənəb həman kənəbdir, tənabdır. Yaxçı, o sudan içən kimi, o sevceyin ip kimin Təbrizdən yapışıb, Quniyədən məni çəkir, el aparır hara? Təbrizə sarır. Sağ olasın. Şimdi ben o sualımı çok kısaca soracağım sizden. Ay düzdür, ben mesela istəyəm Allah'a söyəm. Buna söz yoxdur. Söyəm ki mənasındadır. Təbriz bizim hə. Bildim də o sevmək. Mən görürəm ki, Allah'ı qorxudan çox söyəm, ta özün bilirsiniz nədir? Deyirəm mən məsələn, mən bir ayrıcı Allah'a baxışım olsam. Çünki mən həmişə məsələ ilə dərgirəm. Allah'ın nurunda. Çox əziyyət oluram. Elə bir ehsas edirəm ki, sədaqətim yoxdur Allah'ın. Nədir sədaqətim yoxdur? Mən görürəm ki, sevgidən söymürəm belə. Qorxuram. Mən istəyəm qorxmayayım. Mən istəyəm doğrudan Allah sevgisi ürəyimdə olsun. Nə ki, deyəm, eyvah. Məsələn, eyvah mənim çoğunluq bir şey elə. Eyvah, filan şey deyəm, Allah, görməm Allah'ı söyləyəm. Allah, qarşı, Allah, görmədim. Bu mənə azıq gəlir. Bilirsiniz, sözümü deyə Bəli. Bu məni kamilən narahat edirdi. Mən birdən görürəm ki, bəli, Allah'ın kimi yaşayam. Mənə delilədim filan, sonra qorxuram bir tərəfdən də. Allah bağışla, yalan deyir. Çox da nimət verirsən. Baba, Allah, uşaq dərəcə, toğrayam mən onu. Mən eləyəmiyəm, yol tapamıram ki, düzgün yoluna Allah'a yaxınlaşam. Bunda qalmışam və çox da bətər narahatam. Ərz edeyim ki, sizin bu sualınızla bağlı demək olar ki, Nəhcü Bəlağədə bir dənə mən istəyəm sualı sizinlə ortalığa qoyam, açıq, aydın ki, biləsiz də xanım nə sual buyurdular. Deyirlər ki, mən Allahla danışmağım qorxu əsasındadır, qorxuram, sevəmmirəm onu. Yaxçı, o sevmək ilgisinə hələ girənməmişəm. Bu bir dənə bir şeydir ki, təsadüfən Nəhcü Bəlağədə də vardır. Nəhcü Bəlağədə o həzrət buyurur ki, adamlar üç cürədilər. İnnə qavmən əbədullahə rəhbətən fətilkə ibadətul əbid. Bir qovmu vardılar ki, Allahı qorxu əsasında tapınırlar, ibadət edirlər ona, qorxurlar. Yəni, bunlar deyirlər ki, mən bu işi görsəm, məni aparar cəhənnəmə, orada yandırar. Od qorxusundandırlar. Allaha da bunun baxışığı həmişə nədir? Deyir ki, bir dənə zindan bandı, bir dənə dustağın başçısıdır, oturub orada, biz də zindanılarıq. Elə mən bir zərrə ayağımı əyri qoysam, bu nə eləyəcəkdir? O qamçıları ilə mənim boynumdan, kürəyimdən vuracaqdır, məni mücazət eləyəcək. Deyib, bu bərdələrin ibadətidir, əbid. Bərdənin baxışığı bu cür olar. Bəndə belə olmayacaqdır. Nə? Mərtəbədir, istəyəm sayam da, gələm. Deyəcəm sizə. Yaxşı. İkincisi nədir? Deyir, İnnə qavmən əbədullahə rəğbətən. Bir qovmu da vardılar, bir taifə də vardılar ki, Allahı demək olar ki, rəğbət əsasında, yəni qazanc əsasında, rəğbəti burada qazanc mənədir. Qazanc əsasında Allahı sevirlər. Deyirlər ki, mən bu işi görürəm, məsələn, körpü düzəldəcəm, bimaristana sonografi dəstgahı alacam, filan eləyəcəm, mənə də behişdə aparacaqdır.
Yaxşı, alverdir da burada. Fətilkə ibadətü tüccar. Deyir, belə ibadətdə nə mənadır? Tacirlərinkidir, ticarətdir. Bu da alverçidir. Yaxşı, bu da ikinci mərhələdir, ikinci aşamdır ibadətdə. Üçüncüsü nədir? فَإِنَّ قَوْمًا عَبَدُوا اللّٰهَ شُكْرًا Şükran, fətilkə ibadətul əhrar. Üçüncüsü budur ki, adamlar Allaha şükr əsasında ibadət edirlər. Yəni deyir ki, mən hər nə var, bəla da gəlir, şükr eləyir. Yaxşı, hər yandan qapı açılır, nemətlər bol-bol gəlir, ona da şükr eləyir. Yəni ayağından çıxmır eşiyə, müsibət də gələndə şükr eləyir. Yaxşı, bir yol, bir yerdən bəxt açılır, nemətlər gəlir, şanslar gəlir. Orada da neynir? Cızıqdan çıxmır, orada da şükrünü eləyir. Yəni iki məqamda da neynir? Şükrünü saxlayır. Bir yol, deyib, bu da əhrarınkidir, azadələr, hürr insanlar. Onlar ki, hürrüdülər, nə alverçidirlər, nə bərdədirlər, quldular. Bunlar neynirlər? Belə bir məqamda ibadət edirlər. Ona görə siz Həzrət Əlidən soruşsa, deyib, baba, bunların hamısının nömrəsi var da, bunlar sifr alınırlar ki. Məsələn, elə bundan qəbulü nömrələr alırlar. Yəni, bir dənə müəllim kimin klasda, məsələn, birinə 10 verir, birinə 12 verir, birinə 14 verir, birinə 15 verir. Amma, bəli, o ki 20-ni aparacaqdı klasda, az insanlar olurlar, az teydad olurlar. Onlar həmən hüzrülərdirlər də, əhrarlardirlər. Ona görə bizim məratibimiz vardır. Siz o mərtəbədən də heç vaxt nigaran olmayın. Əgər Həzrət Əlidən eşitsə sizə deyəcək ki, şükr məqamını özünüzdə gücləndirin. Şükr məqamını. Bir tikicəyə öpərəm, sonra uyum ağzıma. Ya o dərəcədə. Ya hər zadə şükr eləyəm. Axı, sufilərin bir dənə sözü vardı xanım. Bunu Əttardan oxuyun, Təzkirətül Əvliyada. Deyir ki, bir dənə Arif gəldi Bəğdada, bir dənə Arifi gördü. Dedi ki, nə işləyirsiniz? Dedi ki, گر قضا رسد شکر کنیم گر قضا رسد صبر کنیم گر نعمت رسد şükr کنیم. Allahın qəzası gəlsə səbr edirik. Allahın neməti gəlsə şükr edirik. Deyib bu Arif ona qeyddi, dedi ki, inkar ra səqan Bəğdad niz konənd. Axı Bəğdadın itləri də bu işi görərlər. Əsl an است ki, çə nemət در رسد, çə qəza در رسد, şükr کنیم. Əsas budur. O şükr məqamı, şakir olmaq məqamı. Hər halətdə nə mənədir insan? Birdən bilirsin, insanda bir dəfə aydın, zərfiyyəti var da. Birdən vaxtı mənim uşağım ölür, eləyəm mənim ki, şükür eləyəm. Şayət bir müddət çəkəm, Allah səlahımı da aldı. O yüzden o iş şükürdür. Məli o dəqiqə ki, mənim uşağımın əlimdən gedib, mən fikirləmirəm o dərəcədə olan, mən bu olana deyirəm ki, o zərgərha qızıllarını dağıdırmış, uşaq öləndə deyildi, mənim uşağım Allah'a var. Yox da, mən o olanlarım ki, mənə ta məsələn neçə zaman müddət lazımdır ki, onun ölümünü qəbul edəyəm. Mənim qızım öləndə validəsən, vaqən dəli kimi idim. Sonra tədricən saldım. Sonra tədricən deyim, 10-cu olacaqdır. Allah söylemişdi. Kız sizinlər ki, qız 10-cudur da, gördə qalır. Bilirəm. Əlbəttə, deyilgah insanı, məsələn, nənəlik, rəvabət, atifi, o olmur. Bir neçə yetirmək sənsən. O elə o yetirmək məndən çox müddət apardı. Bir də mən bizdən çox, bir də 10 ilim aldı ta qəbuləndim. Və dedim, o da neyini yap, mən də cezamı yanım. Nəhayət budur da. Mənim Antalya'da Sazaqda xanım deyir, bir bacım şəhivə dönüb, qardaşım xiyabanda yıxılıb İsrail'e dönüb. Allah kömək olsun. Sağ olun, mən əsasən sağ olun. Məsələn, mən bunlarda çox təkmilləşmişdim. Çox, qızım kimin də çox qabuğa getmişdim. Ya bir daha qardaşım 28 yaşında damlanmışdı, öldü. Onunla mən qiyamət edirdim.
Bəli, bunda bulayda yox. Vallahi inan bacı qardaş. Yox, ondakı qardaş o 28 yaşında olmuşdu. Mən nəsə göz ötmüşdülər. Bəli, bu 2 dənə dalbada öləndə mən səy elədim ki, məntiqi baxan məsələyə. Biləxərə deyil 5 gündür, 5 gündür bizəcək. Və indi mən özüm beynimə aparmaqla bizzat həll olmayacaq ki. Adam özü deyil, qaplar zaman əvəz olur. Zaman özü çox zadı insanda həll edir. Dəqiqən. O geçir, onu şakirlikdən olur. Əlbəttə ki. O məsələn, heç zat mütləq deyil bizdə. Nə naşükrülük, nə şakirlik. Bilirsiniz, Öz bizim... fərdiyyətlərimizlə şükür edirik və etiraz edirik biz. O cürdür. Bizim axı irfani və dini baxımda da bu cürdür ki, bu aləmin təhcə bir maliki vardı. Bu da Allah'dır. Yəni bizlər hamımız müstəcirik bu aləmdə. Nə qədər malikiyyət etibarıdır da bu aləmdə. Yaxşı, hətta bizim öz malikiyyətimiz də o malikiyyətinin kölgəsinin altındadır. Əgər biz bu düşüncəyə çatsaq ki, hər şeydə o malikdir, yəni bir belə o cəzə, o fəzə, o səbirsizlik olmayacaqdır. Ona görədir ki, bizim o çölümüzdə mən bir dənə qoca bir nicəhban gətirmişdim, qoymuşdum. O, valla 70-80 yaşı vardı, o çölü dolandırardı. Deyərdim ki, Qasım əmi nə xəbər? Deyərdi ki, şükür keçinirik də. Onun bir cümləsi var. Deyərdi ki, bütün buranı özü dəlibdir, boğazını, özün vəzifəsi bunu doldurmalıdır. Yəni bu adamın düşüncəsində mən baxırdım, gördüm, bu bir dənə yerə çatıbdır, hələ bəlkə də biz çatmırıq. Yəni elə nigarançılığımız var, sabah nə təhər olacaqdır, nə cür keçinəcək, nə alacaq. O ona çatıbdır ki, burada bir dənə dəlik var, hərdir, boğazı adında, onu o dəlibdir, o da dolduracaq. Yetişib də ona. Ayrıca, məsələn yetişibdir, bir də et yoxluğa görürük ki, tərəf altından ölüyor. Onda boğazın dəlib də var. Bəli. Bilirsiniz nə cürdür? Məqamlar fərq elədi. Məqamlar fərq edir. Biri o irfani baxımdır. İrfani baxımda bəli odur. Bəli, ikinci məqam ki, gəlsiz insani baxımdır. Biz bir dənə toplumda yaşayırıq. Orada bəli, elə Quranda da vardı ki, adamlar gərək ədalət üçün mübarizə eləyərlər. Onlar əgər ac qalıblar, ədalətə görə mübarizə eləməyiblər. Onlar zülmə boyun əyiblər. Əgər mübarizə eləsəydilər, üsyan eləsəydilər, həqqlərini eləyəcəkdilər, ələ gətirəcəkdilər. Ona görə qalır da, deyirəm, hansı siz məqamla baxmalısınız? O məqamlar bir-birlərinin fərqində, onlar qatmamalıyıq. Yaxşı, sağ olasınız, qurtara bildik də. Yox, vardı, sağ olasınız. Mən fikrim o hikmətə